Nazim bəy, sizi həyatınızın hazırlıq mərhələsini uğurla və şərəflə başa vurmağınız münasibəti ilə təbrik edirəm. Sizin elm, təhsil və ictimai fəaliyyətiniz tam imkan verir deməyə ki, siz Azərbaycanın milli sərvətisiniz. Sizin həyatınızın əsas dövrü qarşıdadır. Həmən sizə möhkəm cansağlıq arzulayıram ki, siz Böyük Azərbaycanın İnkişaf kitabının yazılmasında aktiv fəaliyyət göstərə biləsiniz. Əminəm ki, bu sizin həyatınızın ən əsas, ən şərəfli missiyasıdır. Uğurlar sizə, əziz dost. Nazim müəllim tələbələrinə onun olduğu yerdə onun haqqında müsbət fikir demək, tərifləməyi qadağan edir. Bu layihədə zəhməti keçən hər kəsə əvvəlcədən xüsusən ona görə təşəkkür edirəm ki, bizə bu qadağadan yayınmaq imkanı verir. Nazim müəllim haqqında çox danışmaq olar. Onun alimliyi bir aləmdir, müəllimliyi tam başqa bir səviyyədir. Dostluğu, yoldaşlığı, ziyalılığı, böyüklüyü, bunların hər biri haqqında saatlarla danışmaq olar. Mən onun tələbəsi kimi danışdığıma görə onun müəllimlik xüsusiyyətləri haqqında bir neçə məqamı qeyd eləmək istəyirəm. Bir müəllim düşünün ki, onun bildiklərinin sərhədlərini tələbələrin heç biri təsəvvürünə belə gətirə bilmir. Bu həmişə tələbə üçün çox maraqlı olan bir məsələdir. Biz bilirik ki, onunla hər görüşdə, hər söhbətdə, hətta 5 dəqiqə oturub söhbət eləyəndə belə mütləq nəsə öyrənib gedəcək orada. Bir müəllim düşünün ki, ən mürəkkəb nəzəri məsələləri belə həyatın içindən hekayələrlə birləşdirib, hətta 10 yaşında uşağa çox rahatlıqla izah edə biləcək bir öyrətmə istedadı var. Heç də hər dərin bilikləri olan insan o bilikləri ötürə bilmir. Bir müəllim düşünün ki, tələbələrinə ilk növbədə doğru sual verməyi öyrədir. Doğru mühakimə eləməyi və doğru düşüncə tərzini öyrədir. Bu, kitablardan öyrənilə biləcək bir şey deyil. Bir müəllim düşünün ki, tələbələrinə tənqid eləməyi və tənqidə davamlı olmağı öyrədir və bunu öz nümunəsində eləyir. Bir müəllim düşünün ki, tələbələrinə çox sərhədsiz yaradıcılıq imkanları verir, yaradıcılıq mühiti verir. Bir müəllim düşünün ki, tələbələrinə qarşı sonsuz səbirlidir. Bir müəllim düşünün ki, tələbələrinin qayğısına qalır, onların həyatı məsələlərinə, həyatı problemləri ilə maraqlanır. Həyat yolundakı döngələrində həmişə onlara məsləhət verir. Yeri gələndə əlindən tutur qaldırır, çəkir yanı ilə aparır, bəzən özündən qabağa keçirir. Bütün tələbələri onu təsdiqləyər ki, həmin o mükəmməl müəllim ifadəsinin tam qarşılığıdır. Bizim Nazim müəllimlə tanışdığımız təxminən 20 ildən biraz artıqdır. Bu gün də Nazim müəllim eyni dərəcədə enerjili, daha artıq dərəcədə yaradıcı, potensialını istifadə edən və yumoru da həmişəki kimi öz yerindədir. Mən Nazim müəllimə birinci növbədə möhkəm sağlamlıq arzu edirəm və ona əziz olan insanlarla bir yerdə həyatdan ləzzət almağı arzu edirəm. Mənim üçün Nazim müəllimin həmişə 50 yaşı var. Ona görə də Nazim müəllim, növbəti 50 illiyiniz mübarək. Təbrik edirəm sizi. Nazim müəllimin İqtisadiyyat İnstitutuna direktor təyin olunduğu gün çox gözəl xatirimdədir. Təqribən 10 il öncə idi, may ayındaydı. May ayının 14-cü günü idi. Nazim müəllim o zaman belə bir söz işlətmişdi. Hər bir tədqiqatçı üçün, hər bir alimi üçün Elmi Tədqiqat İnstitutuna rəhbərlik etmək şərəflidir. Mən deyərdim ki, şərəfli olduğu qədər də çətindir. Niyə? Çünki müasir dövrdə halallıqla rəhbərlik etmək insandan fanatikliyi tələb eləyir və bu fanatikliyi biz Nazim müəllimin simasında, şəxsində görə bildik. Nazim müəllim instituta direktor təyin olunandan sonra bir sıra hədəflər müəyyənləşdirdi. Bu hədəflərin arasında İqtisadiyyat İnstitutunun hökumətin kollegial ekspertinə və məsləhətçisinə çevrilmək məsələsi var idi və bugün hazırda bu keçən 10 il ərzində İqtisadiyyat İnstitutunun dövlət sifarişi əsasında apardığı elmi tədqiqat işləri bizim hədəfimizə nail olduğumuzu göstərir. Nazim müəllim gənclərə xüsusi diqqət göstərir. Onların elmə cəlb olunmasına, onları müdafiə etməsinə xüsusi şərait yaradır. Nazim müəllim bir sıra hədəflərinə mən deyərdim ki, rəhbər kimi nail olmuşdur. Azərbaycanda belə bir ənənə var ki, elmi tədqiqat aparan insanlar, alimlər öz rəhbərlik etdikləri dissertantları, doktorantları öz məktəbinin nümayəndələri hesab edirlər. Amma Nazim müəllimin ayrıca bir metodologiyası var ki, bu metodologiya iqtisadiyyatın solluğu, sağlığı indeksi adlanır
və bu metodologiya əsasında İqtisadiyyat İnstitutunda 4 elmlər doktorluğu dissertasiyası uğurla müdafiə olunub, onlarla fəlsəfə doktorluğu dissertasiyası yazılıb və mən deyərdim ki, Nazim müəllim bu metodologiya ilə özünün elmi-iqtisadi məktəbini yaradıb və mən də o məktəbin nümayəndəsi hesab edirəm özümü. Nazim müəllimin İqtisadiyyat İnstitutunun rəhbərliyi dönəmində apardığı islahatlardan biri də, gördüyü ən gözəl işlərdən biri də İqtisadiyyat İnstitutunun hələ AMİA-nın nəzdində olanda yeni maliyyələşmə mexanizminə keçməsidir. Onu da qeyd edeyim ki, bu yeni maliyyələşmə mexanizminin tətbiqi nəticəsində İqtisadiyyat İnstitutunun əməkdaşlarının sosial müdafiəsi güclənib. Mən Nazim müəllimdən çox şey öyrənmişəm. Çox şey öyrənmişəm və onu özümə müəllimim hesab edirəm. Və onu da qeyd edeyim ki, mən Nazim müəllimdən təkcə iqtisadiyyat öyrənməmişəm. Mən Nazim müəllimdən həm də poeziyanı, musiqini, incəsənəti, tarixi, fəlsəfəni öyrənmişəm. Bir sözlə Nazim müəllim geniş erudisiyalı, geniş dünya görüşünə malik olan bir insandır. Mən Nazim müəllimin yeni yaşını təbrik edirəm. Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim. Dəli Domrul suyu gəlməyən, quru bir çayın üzərindən bir köprü tikdirmişdi. Keçəndən 30 axça alırdı, keçməyəndən döyə-döyə 40 axça. İlk baxışda gülməli bir məqamdır, məsələdir. Mən bunun mənasını Nazimdən soruşanda o da güldü və biz onunla razılaşdıq ki, bizim qədim dastanlarımızda bizim dünyaya baxışımız, bizim psixologiyamız, əxlaqımız son dərəcə adekvat şəkildə ifadə olunur. Və Nazim müəllimi mən elə bu tərəfdən yüksək qiymətləndirirəm ki, o təkcə iqtisadçı deyil mənim gözümdə. O həm də bir psixoloqdur, bir ədəbiyyatşünasdır, yeri gələndə dilçidir, şairdir. Yəni, şair olmaq o demək deyil ki, tutaq ki, şeir yazasan, Ramiz Rövşən qədər müvəffəq olasan, yaxud olmayasan. Şair olmaq o deməkdir ki, sən harmoniya can atasan. Qafiyə tapmaq, axtarmaq, ritmə uyğunlaşmaq, vəznin içinə girmək qabiliyyəti, bunlar hamısı harmoniyaya can atımdır. Nazimdə bu harmoniya həvəsi, harmoniya can atımı həmişə özünü göstərib. Nazim bizim balaca bir məclisimiz var, onun başqanıdır. Yəni onun həm ruhən, mənəvi cəhətdən onun təşkilatçısıdır. Bizi müxtəlif sənət sahiblərini, müxtəlif ixtisas sahiblərini bir yerə yığa bilən, öz sözü ilə, öz deyiliş ədası ilə, öz gözəl münasibəti ilə bir yerə yığa bilən və öz Nazim diktaturasını bu zaman həyata keçirən Tamada kimi bizim əziz dostumuzdur. Qarabağın zəfər təntənəsindən əvvəl Nazim Qarabağda zəfər təntənəsindən sonra ora nə qədər iqtisadi yardım ediləcəyini hesablayan bir alimdir. Bu fəaliyyət mənim fikrimcə həmişə yüksək ləyaqət və şərəf anlayışları ilə müşayiət olunub. Nazim kimi bir insanın, Azərbaycan ziyalılığının təmsilçisi kimi Azərbaycan elminin, Azərbaycan ədəbi sözünün təmsilçisi kimi onun hər hansı bir hərəkətini yüksək qiymətləndirirəm. Bir kəlmə ilə ümumiləşdirim, onu sevməmək mümkün deyil. Nazimlə nə vaxt, harada, hansı situasiyada tanış olduğumu heç vaxt xatırlamadım. Bəlkə də unutmuşam o şeylərin hamısını. Hərdən mənə gəlir ki, Nazimlə eyni bir yerdə doğulmuşuq, bir yerdə yaşamışıq, bir yerdə bu uzun illəri keçib gəlmişik. Yapon bilginlərinin bir sözü var. Deyir ki, fərd fenomendir. Yəni, tək adamın fenomen olmağı bəlkə də çox asan bir şeydir, mümkün olan bir şeydir. Ancaq cəmiyyətdə təmasda olub fenomen bir adam kimi yaşamaq hər adama nəsib olmur. Nazim cəmiyyətə adaptasiya olan, ancaq o fərdi cəhətlərini saxlayan, tanıdığım bəlkə də tək adamdır. Nazimlə bəlkə də bir 30-40 ildir biz belə münasibətlərimiz var. Nazimi başqalarından fərqləndirən, mənim üçün doğma eləyən, əvəzsiz eləyən çox şeylər var. Bir şeyi xatırlayıram, Nazim ən çətin situasiyalarda belə, ağrılı anlarda belə həmin ağrıya, həmin imkansızlığa, pozitiv şeylər yürüyə bilən adamdır. Ən çətin anlarda belə mən düşünürəm ki, bu uzun illər ərzində onu hiss eləmişəm ki, Nazim ən çətin, çıxılmaz vəziyyətdə belə bütün yolların bitib tükəndiyi bir yerdə Nazim üçün həmişə 3 yol həmişə var.
Yəni daha gülməli olsa da deyəcəm. Məsələn, Nazim üçün belə bir şey var da. Qapını bağlayaraq hamının yadından çıxar, ancaq Nazim fikirləşər, axı pəncərə də var, oradan da çıxıb getmək olar. Nazim təkcə bir alim, bir dost, təkcə bir dost deyil, yəni mən elə fikirləşirəm. Nazim həm də məsələn bir şəhidin baş daşını qucaqlayıb ağlaya-ağlaya təkcə ağlaya bilməz. Təkcə yəni bundan özünü itirə bilməz. Məsələn döyüşdə ayağını, əlini, gözünü itirən bir qazinin həm əli, ayağı, gözü də ola bilər. Çünki mən bunları bütün həyatım boyu gördüm. Nazim belə bir adamdır. Və nəyi xatırlayıram? Nazim üçün o qədər gözəl bir gün idi ki, biz bir 44 günlük müharibədə qəhrəmanlıq göstərmiş, iki ayağını itirmiş bir adama Nazim bizi topladı və biz həmin o qaziyə elçi getdik. Yəni bu da gözəl bir şeydir. Nazim mənim üçün sığınacaq olan, ən çətin anlarımda başımı onun sinəsinə yaslayıb ağlaya biləcəyim Azərbaycanda tək adamdır. Yəni elə düşünürəm. Çünki onunla mənə olan münasibət həmişə belə olub və bilirəm ki, istənilən anda gecə, gündüz onun qapısını döymək olar və istənilən şəraitdə ondan istənilən köməyi də istəmək olar. Bax, Nazimi fərqləndirən başqa bir şey də var. Nazim məsələn qələbəliyin, çoxluğun içində ola bilər. Ancaq o qələbəlik, çoxluq heç vaxt Nazimin içində olmadı. Məsələn, mən hərdən dostlarımdan birinə tək başına adam demişəm. O yaradıcılığında tək başınadır. Ancaq məsələn, Nazim kimi adam bu boyda çoxluq, adamlara elə gəlir ki, Nazim çoxluğun, qələbəliyin içindədir. Ancaq o çoxluq və qələbəlik Nazimin içində heç vaxt olmayıbdır. Mən Nazimi tanıdığım üçün deyirəm. Mən nə düşünürəm Nazimə? Nə yaxşı Nazim var. Nə yaxşı mən də varam, nə yaxşı Nazim kimi bir adam mənim dostumdur. Nazimə bu 70 yaşında 70 dənə şey arzulaya bilərəm. Ancaq ən çox arzuladığım şey ona can sağlığı arzulayıram. Qalanları hamısını özü bacaracaq. Nazim mənim ən yaxın, ən əziz dostlarımdan biridir və həm də ki, ən çox görüşdüyüm dostlardan biridir. Bilirsiniz, iqtisadçı deyəndə Nazim bizim böyük iqtisad alimimizdir, amma iqtisad deyən ki, quru adam yada düşür də, yəni rəqəmlərlə işləyən adam. Amma Nazim sənə deyək ki, sözlərlə də çox yaxşı işləyə bilir, sizə deyim. Və hətta dostlar, yaxın dostlar, mən Kamal əyləşində görürük də, biz indi şeir yazırıq. Nazim bizdən tez istənilən sözün qafiyəsini tapır. Ümumiyyətlə, Nazimin o qafiyə ustalığı əvəzsizdir. Mənim ilk şeir kitabının adı Bir Yağışlı Nəğmədir, amma Nazimin İqtisadiyyat kitabının adı ki, ilk kitabı Sabah yağış nə rəngdə yağacaq, o daha poetik addır. Mən etiraf edirəm, o daha poetik addır. Və mən elə gəlir ki, Nazimdə bir reallaşmamış şair də var. O şair hərdən bizim məclislərdə reallaşdırır. Bilirsiniz, insanlar alim olsun, nə boyda ictimai fiqur olsun, elm sahibi olsun, alim olsun, bunlar hamısı bir yerdə, amma insanlar məncə iki cürdür mənim düşüncəmdə. Bir insan var ki, o belə bir cəlb edicidir, insanları bir yerə yığandır, qurucudur. Bir də insanlar var, xaraktercən dağıdıcıdır. Yəni bu hətta bir ailə miqyasında ola bilər, nə bilim, böyük geniş miqyasında ola bilər. Nazim xisləti etibarilə qurucudur. İnsanları bir yerə yığmaq. İnsanlar var ki, dostlarını gizləyir. Nazim çox həmişə arzusundadır ki, dostları da bir-birini tanısınlar, dostları da bir-birindən dost olsunlar. Bu mənada Nazim yəni əvəzsiz dostlarımızdan biridir. Dostları bir yerə yığmaq, o da bir qabiliyyət insandır. Hər adamda yoxdur o qabiliyyət. Və mən elə bilirəm ki, bizim həyatımızı Nazim bəzəyən nadir insanlardan biridir. Nazimə uğurlar arzulayıram öz işində, can sağlığı və tez-tez onunla görüşmək. Onun üçün onunla hər görüş bir kiçik bir bayramdır. Nazim müəllim dünya elmi səviyyəsindən çıxış edə bilir. Əsərləri ona görə maraqla qarşılanır, kitablarına görə maraqla qarşılanır. O dünya standartı səviyyəsində biliklərini, əsərlərini, kitablarını, yazdıqlarını yönəldə bilir milli mənafiyə, yəni milli maraqlara, milli dövlətçilik maraqlarına yönəldə bilir. 1980-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində ki, Sovet hökuməti yavaş-yavaş süquta uğrayırdı, milli mücadilə başlamışdı. Nazim İmanov o mücadilənin öndə gedən
şəxsiyyətlərindən biri olub, siyasi proseslərdə çox fəal iştirak edib. Nazim İmanov o dövrlərdə bizim tək-tük iqtisadiyyatla məşğul olan alimlərimizdəndir ki, siyasi müstəqilliyin, yəni Azərbaycanın siyasi müstəqilliyinin iqtisadi islahatlarla dəstəklənməsi yolunda tədqiqatlar aparıb, elmi işlər ortaya qoyub, o siyasi proseslərə özünün məşğul olduğu elm sahəsi baxımından çox qiymətli tövbələr verib. Bu baxımdan bir əsərini də alıb çəkmək istəyirəm. 2010-cu ildə postkonflikt ərazilərdə bərpa məsələləri ilə bağlı qiymətli bir kitab qoyub ortaya. Bu o vaxtıdır ki, hələ biz torpaqlarımızı işğaldan azad eləməmişdik. Əvvəl-axır o torpaqların işğaldan azad olunacağına inanıb, bu əqidə ilə bir qiymətli kitab ortaya qoyub. O kitabdır ki, həmin kitab bizim indi işğaldan azad olunmuş torpaqlarımızın bərpasında mühüm bir elmi fakt kimi öz tövbəsini verir. Ərazi bütövlüyümüzü bərpa edəndən sonra xüsusi hesablamalara ehtiyac yarandı. İşğal nəticəsində bizə dəyən maddi ziyanın hesablanması məsələsi idi. O ağır işin də icra olunmasında, o işin başa çatdırılmasında Nazim İmanov da öz həmkarları ilə bir yerdə çox yaxından iştirak elədi bir alim kimi. Nazim İmanov bizim o nadir ziyalılarımızdandır ki, o yalnız iqtisadiyyatla məşğul olmur. O ədəbiyyatı da çox gözəl bilir, bizim mədəniyyətimizi çox gözəl bilir, bizim musiqimizə çox dərindən bələdçiliyi var, muğam sənətimizi, opera sənətimizi, klassik musiqimizi çox gözəl bilir, bizim adət-ənənələri çox gözəl bilir, çox gözəl dostdur. Nazim İmanov dostları bir yerə yığmaq, onlarla fikir mübadiləsi aparmaq, çay süfrəsi arxasında tali yüklü məsələlərimizdən danışmaq, mübahisələr eləmək baxımından da o dost məclislərindən rəvac verən bizim nadir ziyalılarımızdan biridir. Nazim İmanov bir insan kimi, bir alim kimi, bir ziyalı kimi daxilən çox sərbəst adamdır. Yəni, ən qəliz adamların arasında, ən çətin situasiyalarda, vəziyyətlərdə belə öz sözünü cəsarətlə, səmimi şəkildə deyə bilir. Çox gözəl yumor hissi olan bizim dostlarımızdan biridir. Nazim İmanov yeri gələndə özünə də, bizə də gülə bilir. Möhkəm can sağlığı arzulayıram, ailə səadəti arzulayıram, oğlanlarından, nəvələrindən həmişə xoş günləri görməyi arzulayıram. Arzu edirəm ki, 100 yaşasın, ürəyi istədiyi kimi yaşasın, canı buz baltası kimi möhkəm olsun, yazsın, yaratsın, biz də ona baxaq, fəxr eləyək, sevinək və deyək ki, bizim belə gözəl dostumuz var. Nazim müəllim çox işıqlı adamdır, ziyalı adamdır, böyük alimdir. Onunla yanaşı geniş dünya görüşü, xüsusilə onunla siyasi, yaxud mədəniyyətlə bağlı, yaxud incəsənətlə bağlı söhbətlərimiz çox olub. Musiqi haqqında daha çox söhbətlərimiz olub. Sovet dönəmində bu insanın böyük caz musiqisi kolleksiyası vardı. Həm ənənəvi caz musiqisindən tutmuş, həm onun müasir cəranları. Hətta caz standartının ingilis dilini bildiyi üçün mətnləri də bilir o insan. Onunla yanaşı muğam musiqiləri çox bilirli bir insandır və eşidən kimi kimisə hansısa bir xanəndəni o saat adını deyir. Nəinki həm dəstgah, yaxud onun şöbələrini bilir. Gözəl dostdur. Dostlar arasında bir koordinator rolunu oynayır həmişə. Çox olduqca diqqətli insandır. Mən üçün əziz bir insandır. Mən onu ürəkdən təbrik edirəm yubileyinə əlaqədar. Çox istəyirəm onu. Var olsun və ömrü uzun olsun. Eşq olsun ona. Nazim həmişə deyir ki, bu Ramiz Həsənoğlu heç yaxşı danışa bilmir. Çünki hərdən bir mənə tamada zat təyin edirdi bizim toplantılarımızda. Sonra başa düşdü ki, səhv eləyir. Mən həmişə Nazimin fəaliyyətinə həsəd aparmışam. Nazimi çoxdan da tanıyıram. Lap onun ilk təxminən bir 30 il bundan əvvəl vaxtdan tanıyıram. Və onun o dövrdəki deməli, fəaliyyəti mənə çox cəlb eləyirdi. Amma illər keçdi, biz dostlaşdıq. Və mən Nazimi yeni baxışdan, yeni rakursdan tanıdım. Və gördüm ki, ilahi, necə maraqlı adamdır. Necə güclü yumor hissi var. Nazim çox böyük alimdir. Amma həm də böyük insandır, böyük dostdur. Mən ona uğurlar arzulayıram. Mən istərdim ki, o ömrünün gələcək hissələrini ən gözəl duyğularla yaşasın. Vəssalam. Nazim müəllimi mən
Təxminən 30 ildir tanıyıram. O Milli Məclisdə çıxış eləyəndə hamı qulaq asırdı, hamı da gözləyirdi ki, Nazim müəllim nə deyəcək. Müdrik adam idi, mükəmməl adam idi. Mən akademiyada işləyəndə o İqtisadiyyat İnstitutunun direktoru oldu. Gələn kimi institutun mövzuları tamam dəyişdi. O şəxsiyyət idi, o ziyalı idi. Bu insan Azərbaycan musiqisini bilir, ədəbiyyatını bilir, tarixini bilir. Əsl ziyalıdır. Ziyalı da belədir ki, ziyalı nə diplomla, nə vəzifə ilə alınmır. Ziyalı istidad kimi gərək daxildən gəlsin. Nazim müəllim daxili azad insan idi. O belə nadir xüsusiyyət idi, vətənpərvər idi. O ilə hər dəfə konferanslarda, görüşlərdə olanda o həmişə Qarabağdan danışırdı. Gözləyirdi ki, o vaxt Qarabağ azad olacaq. Belarusiyada idik. Dərhal konferansdan sonra bizi dəvət edildilər səfirliyə. Orada bizim əskərlər də var idi, malücə olurdu da. O çıxış edəndən sonra onu uzun vaxt heç buraxmırdılar. Ailəsini yaxşı tanıyıram, uşaqları da belədir. Dünya indi çox xaos vəziyyətindədir, çox turbulent vəziyyətindədir. Belə açıq, ağıllı, ziyalı adamlar üçün çox böyük tələb var. Belə adamlar çox azdır. Çox şadam ki, onunla tanış oldum və mənim üçün çox böyük şərəfdir ki, Nazim kimi mənim dostum var. Atam yaxşı ailə başçısıdır. Mükəmməl idarə etmə qabiliyyəti var. Siyasətdən yaranıb, bu təhsilindən yaranıb, yaşadığı məhəllədən yaranıb, babamın, nənəmin ona verdiyi tərbiyədən yaranıb, Qarabağdan hardansa hansısa məqamlar gəlib. Amma eyni zamanda biz ona təkcə valideyn kimi yox, həm də bir şəxsiyyət kimi münasibət bəsləyirik. Biz özümüzü dərk eləyəndən atamızın nə qədər nəhəng bir alim olduğunu, nə qədər böyük bir insan olduğunu dərk eləmişik və yaxşı ki, bunu vaxtında anlamışıq. Nə yaxşı ki, atamın iqtisad elminə, Azərbaycana, ümumiyyətlə dünyada tanınan alimlər arasında verdiyi töhfələri biz vaxtında anlamışıq, sezmişik və biz sevinirik ki, xoşbəxtdik ki, belə bir kişinin övladlarıyıq. Biz ondan çox şeylər öyrənmişik. Həm qohum-əqrabaya münasibəti, həm vətənə, xalqa, dövlətə münasibəti, elinə, obasına sevgini, biz çox şey öyrənmişik atamızdan, amma ən əsas ədalətli olmağı, dürüst olmağı, düzgün olmağı öyrənmişik atamızdan. Amma nə qədər öyrənsək də biz onu təkrarlaya bilməyəcəyik. Çünki elə insanlar az-az olur dünyada, həyatda, bir insanın həyatında. Qısa olaraq belə deyə bilərəm ki, mən atamı Misir piramidasına bənzədirəm. O həm nəhəngdir, həm dünya möcüzəsidir, həm də eyni zamanda kənardan çox sadə bir görünüşə malikdir. Heç bir qəlizliyi yoxdur vizual olaraq, amma daxildən böyük tarixin, böyük hadisələrin, müxtəlif cərəyanların, müxtəlif hekayələrin məcmusudur. Onun içərisində, daxilində saysız hesabsız otaqlar, tunellər, qəliz-qəliz tikilmiş yollar var və atam da zahirən çox sadə insan olsa belə, daxilən ən azı Misir piramidaları qədər qəliz bir insandır. Bu fürsətdən istifadə edib atamı yubiley münasibəti ilə təbrik edirəm və arzu edirəm ki, biz ona çoxlu-çoxlu yubileylər qeyd edək. Bugün olduğu kimi dövlət, hökumət nümayəndələri atamın biliklərindən, onun təcrübəsindən, onun elmi işlərindən yararlansınlar. Necə ki, 2010-cu ildə yazılmış Qarabağın bərpası konseptual əsasları bizim torpaqlarımızın işğaldan qurtulmasından sonra bir əsas oldu. İnşallah gələcəkdə də bu cür Azərbaycan üçün faydalı və bizim hamımız üçün faydalı olan işlərin müəllifi olsun. Əziz dostum Nazim bəyi bu əlamətdar günlə səmimi qəlbdən, ürəkdən təbrik edirəm. Və Nazim bəy bizim həyatımızda çox böyük bir hadisədir, belə deyə bilərəm. Çünki Nazim bəy ilk növbə böyük şəxsiyyət, böyük elm adamı,
böyük Azərbaycan ziyalısı, amma ən əsas Nazim bəy bizim səmimi və çox sıcaq, çox ürəkdən dostumuzdur. Nazim bəysiz biz heç öz həyatımızı təsəvvür edə bilmirik sözünüzü. Də arzu etmək istəyirəm, can sağlığı, uzun ömür. Bilirsiniz ki, Nazim bəy hər tərəfli böyük bir şəxsiyyətdir. Nazim bəyi muğam sənətində olan bilikləri, dərindən bilir muğamatı. Nazim bəyin cazda olan bilikləri, bəlkə də Azərbaycanda ikinci belə bir kolleksiya yoxdur Nazim bəydə olan kolleksiya. Böyük musiqi zövqü var. Mən Nazim bəyə can sağlığı və uzun ömür, sağlam uzun ömür arzulayıram. Nazim bəy, hər zaman ətrafındayıq və hər zaman da səni özləyirəm. Azərbaycandan biraz uzaqlaşanda da hər zaman bilin ki, ürəyim sizinlədir. Sizin ailənizi, sizin gözəl evladınızı, mənim sənət dostumu, Arazı da çox sevirəm və ümid edirəm ki, uzun illər davam eləyər inşallah. Nazim müəllim mənim üçün çox dəyərli bir insandır, hər tərəfli insandır. Onun maraq çevrəsi çox genişdir. Mədəniyyət, incəsənət, idman, psixologiya, politologiya, rəsm, hər şeylə məşğuldur. Özü nə ilənsə məşğul olanda çox ciddi məşğul olur. İnsan kimi çox incə, həssas, mehriban, doğru işlərə əl qoyan insandır. Qarabağ qaziləri var da, onlarla əlaqədədir. Həmişə onlara diqqət yetirir, həmişə onların problemləri ilə yaşayır, öz Azərbaycanlılıq borcunu yerinə yetirir. Gənc dövründə çox aktiv bir cavan oğlan idi. Kreativlik ona məxsus bir keyfiyyət idi. Həmişə təşəbbüskar, liderlik keyfiyyətini göstərən bir cavan oğlan idi. Ciddi bir tədbir var idi. Orada ABŞ-dan gəlmiş politoloqlar iştirak edirdilər və biz tərəfdən də Nazim İlmanov da onların sırasındaydı və o debatlara mənə qismət oldu. Mən qulaq asdım, onda mən hiss elədim ki, Nazim müəllim adi belə bir şəxs deyil. O cavan olmağına baxmayaraq çox geniş bir təfəkkürə malik olan bir oğlandı. 80-cı ilin axırında, 90-cı illərin əvvəlində elə düzü cavanlığında Azərbaycanlılıq, çılğınlıq da belə bir keyfiyyətləri var idi. Azərbaycan cəmiyyətində özünə məxsus bir yer tutdu. Yeniliklərlə, yeni baxışlarla fərqlənirdi o. Siyasətdən aralanan sonra özünü elmə həsr elədi. 2010-cu ildə kitabı çıxdı. Biz bir neçə dəfə o kitab ətrafında müzakirələr eləmişdik. Mən o kitabı birinci dəfə görəndə inanmayım elə gəldi ki, biz həqiqətən Qarabağa qayıdacağıq. Geniş müzakirəsi oldu. Həm bizim ölkədə, həm də xaricdə məşhur beyin mərkəzlərində. İnstitut direktoru təyin olunanda postkonflikt ərazilərdə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili araşdırmalar apardılar. Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu. Birinci, can sağlığı arzulayıram. Sonra da ki, ona məxsus olan yaradıcılığı. Allah onun iqtisad elminə, ictimai elmlərə öz töhfəsini vermək qabiliyyətini əlindən almasın. Sağ olsun. Mən əziz Nazim müəllimin yubileyi ilə bağlı onu təbrik edirəm ürəkdən, ona can sağlığı arzu edirəm. Nazim müəllim çox universal bir insandır. O həm alimdir, həm elmdə nailiyyətləri var, eyni zamanda da gözəl yumoru var, musiqidən yaxşı bilikləri, məlumatları var. Demək olar ki, həyatın bütün sahəsindən, fəlsəfədən, ədəbiyyatdan, hər şeydən gözəl məlumatlıdır və ona görə də Nazim müəllim hər bir mövzuda yaxşı söhbət apara bilir. Amma əsas məqam da ondan ibarətdir ki, Nazim müəllim sədaqətli bir dostdur, gözəl bir insandır, gözəl ailə başçısıdır. Mən onu ürəkdən təbrik edirəm, mən fəxr edirəm ki, mənim belə bir dostum var və Nazim müəllimə gələcəkdə də çoxlu uğurlar arzu edirəm. Müzəffəroğlu Nazim İmanov haqqında danışmaq mənim üçün dünyaya gəlmək qədər asan bir şeydir. Nazim təpədən dırnağa silahlanmış bir şəxsiyyətdir. Amma onun silahları insanlara zərər gətirmir. O silahlar atılanda bir nəfərin də burnu qanamır. Nazimin silahları səmimiyyət, istiqanlılıq və ağıl.
Bu o silahların adıdır. O silahların ünvanı da Azərbaycan Müzəffəroğlu Nazim İmanov. Ad günü münasibətilə təbrik edirəm. Mən bilsəydim elə mən də o doğulan günü dünyaya gələrdim. Ya da ondan xahiş edərdim ki, o mən doğulan günü dünyaya gələrdi. Allahın məsləhətinə şükür. Öpürəm də burada. Nazim müəllim elə bir insandır ki, onu bir çərçivəyə, hansısa bir dar çərçivəyə salmaq çox çətin bir məqamdır. Bu çox hər tərəfli bir insandır, çox maraqlı dost və həmsöhbətdir. Nazim müəllimin müsbət cəhətləri barədə danışmaq çox uzun intervyunun mövzusudur. Birincisi, Nazim müəllim həddindən artıq vətənpərvər bir insandır. Xüsusilə də onun bu keyfiyyətləri, bu 44 günlük müharibə zamanı özünü çox parlaq bir ruzə verdi. Həddindən artıq çox müdrik bir insandır. O, istənilən ağır məqamdan, ağır vəziyyətdən çox müdrik bir çıxış yolu tapmağa bacaran bir insandır və mən hesab edirəm ki, elə bu xüsusiyyətdir ki, Nazim müəllimin sevə-sevə ətrafında toplaşırlar. İnsanlar hansısa bir ideya ətrafında toplamaq, bu hesab edirəm ki, Nazim müəllimin çox böyük qazancıdır və bu əziz gündə mən dostum Nazim müəllimə növbəti dövrdə, onun artıq müdrik dövründə yeni uğurlar arzulamaq istəyirəm. Ümid edirəm ki, bizim elmimiz üçün Nazim müəllim çox böyük yeniliklər, açılışlar edəcək və biz də bunların hamısının şahidi olacağıq. Nazim müəllim, yubileyiniz mübarək. Ancaq xoş təəssüratlar, xoş sözlər yada düşür. Sözün əsl mənasında uşaqla uşaq, yaşlı ilə yaşlı, dəyərli ziyalımız, əsl ağsaqqal ziyalımız. Bilirsiniz, belə insanlar çox nadir hallarda olur ki, hərənin, hər kəsin öz dilində danışmağı bacarır. Mən Nazim müəllimlə çox vaxt bir yerdə olmuşam və ondan sözün əsl mənasında bir böyük bir çox şeylər öyrənmişəm. Onun təmkinliyi, onun elmi bacarığı və bir də əlbəttə ki, Nazim müəllimi mənə daha çox bağlayan onun musiqini çox gözəl bilməyidir, onun musiqini çox gözəl duymağıdır. Nazim müəllim, siz yaşınızın çox müdrik bir dövrünü yaşayırsınız. Siz Azərbaycanımızın çox dəyərli bir ziyalısı kimi, hər zaman olduğu kimi bugün lap çox lazımsınız bizim xalqımıza. Allah sizə can sağlığı versin. Mən arzu edirəm ki, siz ailənizin, balalarınızın üstündən əski olmayasınız. Sizin elmi araşdırmalarınız bizim gələcəyimizdir. Mən sizə can sağlığı arzu edirəm. Qoy sizin ürəyinizdən bu musiqi ovqatı, musiqiyə bağlılıq və peşəkarlığınız heç zaman əski olmasın. Təbrik edirəm, yubileyiniz mübarək olsun. Xətri mənim üçün, nəinki mənim üçün, Nazim müəllimi tanıyanlar üçün, xalqımız üçün əziz olan bir insandır, dəyərli professorumuzdur, dəyərli ziyalımızdır. Amma mən Nazim müəllimi bu gün öz sahəmiz tərəfindən istəyirəm bir balaca Nazim müəllim haqqında danışım. Oradan da Nazim müəllimi ilk tanıdığım gündən həqiqətən sözün əsl mənasında mən o insana vurulmuşam. Nazim müəllimin çöhrəsində elə bir aura var ki, o insanı, yəqin ki, dostları məndən razılaşarlar ki, hər zaman o insanın üzü gülür. Müsbət aurası var sözün əsl mənasında. Ürəyi həmişə musiqi ilə döyünən bir insandır. Sözün əsl mənasında yaxşı musiqiyə həmişə müsbət mənada reaksiya verən bir insandır. Heç vaxt yadımdan çıxmaz. Bir dəfə Azərbaycan radiolarının birində mənim Cahangir Cahangirovun Alagöz əsəri efirə yayımlanırdı. Mənim heç xəbərim yox idi. Bir də qoydum, Nazim müəllim məni telefonla yığdı. Elnur, salam, necəsən, nə var, nə yox? Alagöz əsərini sən çalmışsan. Mümkün, mənim ifamda var radioda. Dedi, inanırsan, kamanı deyir, necə deyirlər, simə toxundurmağından bildim ki, sənin ifandır. O dərəcədə hissiyatlı bir insandır. Nazim müəllim, sizin bugün yubiley gününüzdür. Sizi ürəkdən təbrik edirəm. Can sağlığı arzulayıram, uzun ömür arzulayıram. Yeni yaşınız sizin üçün uğurlu, düşərli illərdən olsun. Ürəkdən təbrik edirəm sizi, bağrıma basıram, öpürəm. Necə belə sağlıqlı illərə çıxasınız. Gününüz həmişə xoş olsun, canınız sağlam olsun. Öpürəm sizi.